Chevroleti görəndə çox adam başını tutur qaçır. Bu başı bəlalı Chevroletdən bizim millətin çəkəcəyi var imiş. Bunu Amerikanlılar bizə bəla olaraq göndərib. Deməli, qardaş 1200 manat test dayanım xərc çəkib. Bax, bu problemə görə. Bax, problem nədir? Sürətlər qutusu R-də, neytralda olan zaman taxometr başlayır bu vəziyyətdə oynamağa. Və qabağa sürür. Nə bilim, arxaya verir və başlayır avtomatik olaraq sürətlər qutusu vurmağa və maşın çəkimi olmamağa. Nə turbo dəyişməli idi, nə korobkada yığılmalı idi. Amma hər birini boş-boşuna görüblər. Sizə problemi göstərəcəm. Qardaş konkret olaraq deyir ki, ya bu maşını düzəlt, ya da denən ki, çək paylaş ki, Azərbaycanda Chevroletin ustası yoxdur. Yəni ki, bunu alıb özünüzə paz eləməyin, belə pis çıxmasın. İndi inşallah problemi göstərirəm ki, əziz qardaşlar, sizin də başınıza gəlsə, gedib bu qədər xərc çəkməyə ehtiyac yoxdur. Nə turbosudur, nə dinamasıdır, nə bilim map sensorudur, nə korobkasıdır. Problem, dayandırıram videonu, birbaşa sizə onlayn çəkilişlə göstərəcəm. Stabil vəziyyətdə işləyir. Çox danışmayacağım. Sadəcə olaraq əziz Chevrolet sürücüləri. Vallahi billahi pis maşın deyil. Və problemi qısa konkret göstərirəm ki, bundan qaynaqlanan problemə görə en qədər xərcə düşmək birbaşa Chevroletin adını batırır. Bax. Görürsünüz problemi. Diqqətlə götür. Problem 50, 60, 70 manat civarında olan bir problemdir ki, bonus statiki qırıldığına görə avtomobillər bütün elektronika sistemi bir-birinə girir. Ona görə də onu dəyiş, bunu dəyiş, axırda da düzələcək. Düzəlmədi, 1200 manatını ver get. Əziz qardaşlar, Chevroletin həqiqətən də bu gün adının pis çıxma səbəbi birbaşa bu cür görülən işlərdir. Konkret olaraq deyirəm. Telefonla ver mənə bir dənə problemin də necə sona yetildiyini göstərirəm. Təşkə də son qoyuram. Onunla da söhbət bağlanır. Və atdıq zadniyə. Atdıq neytrala. Və atdıq deyə. Bu da nə deyirlər burada? Mutlu son. Bu bəzi ağzayırlar var. Chevrolet belə, Chevrolet elə. Qardaş, vallahi billahi sənin sürdüyün o Mercedes ki var, BMW ki var, Hyundai ki var. Onun da bax bu cür başını oynatsalar sənin dizin yerə qoyar.